Salam. Elektrolitik dissosiasiya, hidroliz, elektroliz ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxırıq. Sual 1. Deməli, ion nitrat, nitrat ionu bu şəkildə yazılır. Çünki nitrat turşusunun qalğıdır. Nitrat turşusu HNO3-dür. Bir hidrogeni itirdiyinə görə yükü -1 olur. Hidrosulfat bu şəkildə yazılır. Bu da sulfat turşusunun qalğıdır. Sulfat turşusunda 2 hidrogen var, H2SO4. Bir hidrogeni itirdiyinə görə yükü -1 olur. Hidroortofosfat, HPO4, 2 mənfi yazılır. Çünki hidroortofosfat, ortofosfat turşusunun qalğıdır, yəni H3PO4-ün 2 hidrogeni itirdiyinə görə də 2 mənfi. Yəni, ümumiyyətlə, turşu qalıqları itirdiyi hidrogenin sayına görə həm oksidləşmə, mənfi yük göstərir, həm də ona uyğun valentlik də göstərir. İkinci sual. Natrium ortofosfat 1 molunun tam dissosiyasından alınan ionların mol sayı. Natrium ortofosfat deməli natrium 3PO4 şəklində yazılır ki, burada 3 natrium 1 PO4 var və ionların sayı bərabərdir 4-ə. Sink xlorid, sink xlor 2, ion sayı 1 sink, 2 xlor 3-ə. Alüminium sulfat, alüminium 2 SO4 3, 2 alüminium 3 SO4, ümumi ion sayı bərabərdir 5-ə. Üçüncü suala baxırıq. Deməli, cədvəli tamamlayın. Məhlulda reaksiyaya daxil olan ionlar. Deməli, burada məhlullar qarşılayan maddələr, reaksiyaya daxil olan ionlar. Ümumiyyətlə, kalium OH, H-xlor reaksiyaya daxil olur. Buradan alınır kalium xlor, üstə gəlsin H2O. Məhlulda, ümumiyyətlə, məsələn, biz reaksiyanı yazanda, burada reaksiya əslində kalium OH ilə H-xlor arasında deyil, H və OH ionları arasında gedir. Bunu da isbat eləmək üçün deməli, ionları ayırırıq, tam ion tənliyinə yazırıq. Kalium müsbət, OH mənfi, H müsbət, xlor mənfi, kalium müsbət, xlor mənfi, su ionları ayrılmır, H2O şəklində qalır. Bu, deməli, tam ion tənliyidir və sağ-sol tərəfdə eyni ionları silirik və bizdə qalır H müsbət, OH mənfi, H2O. Bu da reaksiyanın qısa ion tənliyi adlanır ki, məhz biz buradan görürük ki, bu reaksiya H və OH ionları arasında baş verib, yəni birinci sualda H, OH ionları arasında baş verir. İkinci reaksiyada kalsium xlor 2, natrium karbonat. Burada da kalsium CO3, 2 mol natri xlor. Burada da reaksiya kalsiumla CO3 arasında. İlk baxışda bunu necə anlamaq olar? Deməli, reaksiyadan sonra çöküntü, qaz və yaxud da su əmələ gəlir və biz bilirik ki, bunlar ionlara ayrılmır. İonlara ayrılmadığına görə də demək ki, bu məhlulda baş verən reaksiya həmin ionlar arasında gedib. Yenə buradan yoxlasaq, kalsium 2 müsbət, 2 xlor mənfi, 2 natrium müsbət, CO3 2 mənfi, kalsium karbonat çöküntüdür. Çünki CO3-ün yalnız natrium, kalium, NH4 duzları suda yaxşı həll olur. Buradan yenə natriumlar, xlorlar qalır. Kalsium 2 müsbət, CO3 2 mənfi, kalsium CO3. Yəni, görürük ki, burada deməli, reaksiya kalsium və CO3 ionları arasında baş verir. Daha sonra növbəti reaksiyaya baxırıq. Gümüş nitrat, üstə gəlsin mis xlorid. Buradan alınır gümüş xlor, mis nitrat. Burada isə reaksiya gümüş və xlor ionları arasında baş verir. Bunu da hardan bildik? Çünki gümüş xlor çöküntüdür və ionlara ayrılmır. Sonda qısa ion tənliyində gümüş xlor qalır. Buradan yenə yoxlasaq 2 gümüş, 2 NO3 mənfi, mis 2 xlor, gümüş xlor ionlara ayrılmır. Mis 2 müsbət, 2 NO3 mənfi. Buradan da mis gedir, nitrat ionu gedir. 2 gümüş, 2 xlor, 2 gümüş xlor. Məsələn, burada bizə başqa sual da verə bilər ki,
bu reaksiyanın qısa ion tənliyində əmsal cəmi. Biz qısa ion tənliyini yazdıq buradan. Amma görürük 2, 2, 2. Amma bu şəkildə saxlamaq olmaz. Mütləq ixtisar varsa üçünün də getməlidir. Yəni üçü də. İxtisar isə 1, 1, 1. Yəni qısa ion tənliyində əmsal cəmi 3 olur. Bunu ümumiyyətlə məsələn, buradan da gördük ki, gümüşlə xlor arasında deməli baş verib. Ümumiyyətlə bunu biz reaksiyanın qısa ion tənliyini yazmadan da qısa ion tənliyindəki əmsal cəmini tapa bilərik. Hardan tapa bilərik? Bayaq dediyim kimi çöküntü, qaz və yaxud da su olanda bunlar ionlara ayrılmır və bizim reaksiyamızda gümüş xlor alınır. Biz bilirik ki, burada gümüş xlor ionlara ayrılmadığına görə qısa ion tənliyində gümüş xlor qalır və gümüş xlor hansı ionlardan əmələ gələcək? Gümüş plus xlor alındı gümüş xlor. Yəni qısa ion tənliyində əmsal cəmi 3-ə bərabərdir. Bu şəkildə tapa bilərik. 4-cü suala baxırıq. Baş verən reaksiyanın tam ion və qısa ion tənliklərini tərtib edin. Natrium 3PO4 üstə gəlsin kalsium xlor 2. Alınır kalsium 3PO4 2 burada çöküntüdür. PO4-ün də yalnız natrium, kalium, NH4 duzları suda yaxşı həll olur. Buradan da 3 natrium əmsallaşdıraq. Deməli, kalsium 3, 6, 2, 6 natrium müsbət üstə gəlsin. 2 PO4, 3 mənfi üstə gəlsin. 3 kalsium 2 müsbət, 6 xlor mənfi. Kalsium 3PO4 2 ayrılmır. 6 natrium, 6 xlor. Bu tam ion tənliyidir. Daha sonra ixtisarlarımızı aparırıq. Xlorlar da getdi. Qalır 2PO4 3 mənfi üstə gəlsin 3 kalsium 2 müsbət, kalsium 3 PO4 2. Bu da bizdə tam deməli qısa ion tənliyi olacaq. Məsələn, burada da soruşa bilərdi ki, bu reaksiyada baş verən reaksiyada qısa ion tənliyində əmsal cəmi tapın. Qısa ion tənliyində baxırıq 2, 3, 5, bir də bunun əmsalı 1, əmsal cəmi 6-ya bərabərdir. Amma bunu yazmadan da tapa bilərik. Biz burada bilirik ki, kalsium 3PO4 2 çöküntüdür və sonda kalsium 3PO4 2 qalacaq. Bu da neçə mol iondan? 3 kalsium, 2 PO4, 1 də özü, yəni 6 mol qısa ion. 5-ci suala baxırıq. Deməli, XN, YO3M duzunun dissosiasiyasını yazırıq. Buradan alınacaq M mol X, M mol YO3 ionu. Burada da X-in yükü M müsbətdir, YO3-ün yükü N mənfidir. Deməli, bizə verib ki, 0,1 mol dissosiasiyası zamanı bu qrafikdə görürük. Yəni, 0,1 mol duzun dissosiasiyasının qrafikidir və biz görürük ki, 0,1 mol duz dissosiasiya edən zaman 0,1 mol X ionu əmələ gəlib. Onda 1 molu dissosiasiya eləyən zamanda bizdə 1 mol ion əmələ gələcək. Yəni, M bərabər olacaq 1-ə. 1 mol X ionu əmələ gələcək. Daha sonra 0,1-i dissosiasiyada 0,3 mol YO3 ionu əmələ gəlib. Onda 1 molundan da 3 mol YO3 əmələ gəlir. Onda M də bərabər olur bizdə 3-ə. Bu da bizdən deməli N və M-in qiymətini birləşmədə Y-in N-i tapdıq. 1, M3. Y-in oksidləşmə dərəcəsini soruşur. YO3 ionu yükü mənfi 1-dir. Buradan çünki N mənfidir yükü və biz N-i 1 tapdıq. Buradan Y-in oksidləşmə dərəcəsini tapa bilərik. Çünki biz bilirik ki, ionda oksidləşmə dərəcələrinin cəmi ionun yükünə bərabərdir. A üstə gəlsin, mənfi 2-ni 3-ə vuranda mənfi 6 bərabər mənfi 1-ə. A da bərabərdir müsbət 5-ə. Deməli, Y burada müsbət 5 oksidləşmə dərəcəsi göstərir. 6-cı sual. X və Y-i müəyyən edin. 2 mol ferium xloru 3, deməli, dissosiasiyasından alınan ionların mol sayı dissosiasiya dərəcəsi 80%. Yəni ki, dissosiasiya dərəcəsi nə deməkdir? 2 mol ferium xloru 3 suda həll olub və bunun 80% dissosiasiya edib. 2-nin 80% də deməli
Buradan 1,6-ya bərabərdir də. 2 vur 80 böl 100. Aha. 1,6 mol feryum xlorid dissosiasiya edir və bu zaman əmələ gələn ionlar. Biz burada tapdığımız 1,6 2 mol feryum xloridin 80% dissosiasiya edib. Yəni 1,6. Feryum xlor 3 dissosiasiya edən zaman dissosiasiya dönən prosesdir və oksidaşma reduksiya reaksiyası deyil. Dəmir 3 müsbət, 3 xlor mənfi. 1 molu dissosiasiya edən zaman 4 mol ion əmələ gəlirsə, 1,6 molu dissosiasiya edəndə 6,4 mol ion əmələ gəlir. Onda deməli X 6,4-ə bərabərdir. Və ikinci hissədə verib ki, yenə 2 mol feryum xlorid, dissosiasiya dərəcəsi 75%. Burada anionların mol sayını istəyir. 2-nin 75%-ni tapsaq, 2 vurulsun 75, bölünsün 100. Bu da 1,5 moldur. Deməli, feryum xlorid, dəmir 3 müsbət, 3 xlor mənfi. Deməli, burada 1 molu dissosiasiya edən zaman 3 mol anion əmələ gəlibsə, biz tapmışdıq, deyəsən 1,5. 1,5 mol dissosiasiya edəndə isə 4,5 mol ion əmələ gəlir ki, Y də burada 4,5-ə bərabər olur. 7-ci suala baxırıq. Deməli, hidroliz zamanı məhlulda olan mühit. Kalium qüvvətli əsas, CO3 zəif turşu. Deməli, mühit olacaq burada qələvi mühit. Ümumiyyətlə, deməli, qüvvətli əsaslar hansılardır? Hidrolizdə ki, bunu bilməliyik. Qüvvətli əsaslar litium OH, natrium OH, kalium OH, rubidium OH, sezium OH, kalsium OH2, barium OH2, stronsium OH2-dir. Qüvvətli turşular hansıdır? H2SO4-dür, HNO3-dür, H-xlor, H-brom, H-yod. Yəni, qalanlar da zəif əsas, zəif turşulardır. Hidrolizdə buna əsasən baxırıq. Məsələn, NH4 qüvvətli əsasın içində yoxdur, deməli zəif əsasdır. Sulfid qüvvətli turşunun içində yoxdur, deməli zəif turşudur. Zəif əsas, zəif turşu mühit olacaq neytral. Mis SO4, mis zəif əsas, SO4 qüvvətli turşu, mühit onda olacaq turş mühit. 8-ci sualda gümüş bir nitratın suda məhlulun elektroliz tənliyini yazın və 2 mol duzun tam deməli elektroliz zamanı anodda alınır. Deməli ümumiyyətlə elektrolizi bir də belə yadımıza salaq ki, ümumiyyətlə elektrolizi bilmək üçün biz kationlar cərgəsini və anionlar cərgəsini bilməliyik. Kationlar cərgəsini deməli necə öyrəndik? Ləman, Çingiz, Rembo kinosuna baxmağı sevir. Canım Namiq, Almaniyada sənin xeyrinə fikirləşdim. Niyə Sənanın papağı havadadır? Ceyhun Hacıya ağ palto aldı. Bu kationlar cərgəsidir və bu istiqamətdə oksidləşdiricilik artır. Bir də anionlar cərgəsi var ki, sən yenə buraları xlorladın. O, sən nə pis çocuqsan. F. Bu da anionlar cərgəsidir. Bu istiqamətdə də reduksiya edicilik artır. Yəni, biz buradan gümüş bir nitratın elektrolizini yazırıq. Gümüş bir nitratın elektroliz zamanı deməli, katodda, anodda hansı maddələr alınır? Onu öyrənmək üçün. Deməli, gümüş nitrat hansı ionlardan? Gümüş müsbət, NO3 mənfi, H2-onda H müsbət, OH mənfi kimi. Ümumiyyətlə, biz bilirik ki, katod özü mənfi yüklü elektroddur və mənfi yüklü elektrodda doğru müsbət yüklü ion gəlməlidir. Yəni, katodda müsbət yüklü ion kation olmalıdır. Burada da bizdə kation gümüşdür və hidrogendir. İndi ilk öncə hansı yaranacaq ona baxırıq. Hansı? Ümumiyyətlə, katodda müsbət yüklü ion alınmalıdır. Və bizdə də ədəd oxunda müsbət həmişə harda olur? Sağda. Yəni, mən burada gümüşlə hidrogenə baxanda ən sağda kimdir? Gümüşdür. Yəni, oksidləşdirici qabiliyyəti daha çox olan ayrılır, elmi dillə desək. Və loru dillə rahat yadda saxlamaq üçün ki, katodda müsbət yüklü ion alınır və müsbət bizdə hansı tərəfdə olur? Sağ tərəfdə olur. Gümüş də hidrogendən daha sağda olduğuna görə katodda ilk öncə gümüş ayrılır. Buradan gümüş getdi, sildi. Daha sonra bizdə qalır anodda ayrılan. Anoddakı bilirsiniz ki,
Anod özü müsbət yüklü elektroddur və anoda doğru mənfi yüklü ion, yəni anion gəlir. Anodda mənfi alınmalıdır. Mənfi də ədəd oxunda sol tərəfdə olur. Yəni biz burada NO3 və yaxud da OH arasında qalsaq, baxıram ki, NO3, OH daha solda olan kimdir? OH-dır. OH-dan da oksigen ayrılır. Yəni anodda ayrıldı oksigen. OH da getdiyinə görə yerdə nə qaldı? HNO3, deməli məhlulda da nitrat turşusu əmələ gəldi. Və bu bizə tənliyini yazın və elektroliz tənliyini əmsallaşdırmaq üçün həmişə suyun qarşısına 2 yazırıq. Həmişə suyun qarşısına 2 yazın. Daha 4 hidrogen oldu, bura 4 yazırıq. 4 azot oldu, bura 4. 4 gümüş və salam, əmsalımız tamamlandı. Və bizə nə deyir? 2 mol duzun, 2 mol duzun tam elektrozu anodda alınan maddə, anodda alınan oksigendir. Mol miqdarını hesablayın. Molun altına mol yazırıq. Molun altına mol yazırıq. Buradan da tapırıq ki, deməli, x bərabərdir 0,5-ə. 8-ci sualda. Daha sonra 9-cu sual. İlk olaraq anodda, katodda ayrılan maddəni formulunu yazın. Yenə burada da cərgədən istifadə edirik. Deməli, anionlar cərgəsini yenə yazıram. Sən bu istiqamətdə reduksiyacılığı artırdı. Gəldik, burada baxırıq. Kalium flora və natrium kes misxlor ki, ilk olaraq anodda. Anodda mənfi, yəni ki, anodda kalium florda, ümumiyyətlə kalium florda anodda oksigen ayrılır. Çünki bayaq izah elədiyimiz qaydaya görə OH flordan deməli daha solda yerləşir. Oksigen ayrılır. Buradan oksigendir. Natrium ki S-də S ayrılır. Misxlor 2-də də xlor ayrılır və bizə deyir ki, anodda ilk olaraq, yəni bunu da OH-na yazsaq, ilk olaraq hansı reduksiya edicilik qabiliyyəti daha çoxdursa, ilk anda o ayrılır. Yəni, çünki hansı daha çox mənfidirsə, soldadırsa o ayrılır. Daha solda olanda görürük ki, kükürdür. Ona görə anodda ilk ayrılan kükürd olur. Katodda isə bizdə kalium flordan, katodda hidrogendir. Natrium kesdə də həmçinin hidrogendir. Mis xlor 2-də misdir. Və biz baxırıq ki, burada da müsbət olduğuna görə müsbətdə də daha sağda yerləşən, yəni oksidləşdirici qabiliyyət daha yüksək olanı seçirik. Hidrogen misə baxanda daha sağda misin olduğunu görürük. Deməli, anodda ilk anda kükürd, katodda ilk anda isə mis ayrıldı. 10-cu sual. Natrium xloridin suda məhlulunu elektrolisin cədvəli tamamlayın. Buradan da yenə natri xlorun elektrolizini yazsaq. Burada natrium müsbət, xlor mənfi. H müsbət, OH mənfi. Katodda müsbət alınmalıdır. Müsbət natrium ya da hidrogen. Natrium deməli buradadır. Hidrogen buradadır. Katodda müsbət daha sağda olan alınır. Daha sağda kimdir? Hidrogen H2 şəklində ayrılır. Deməli hidrogeni buradan silirik. Daha sonra anodda mənfi yüklü ion alınmalıdır. Xlor və yaxud da OH. Xlor daha solda olduğuna görə xlora ayrılır. Xloru silirik. Katodda hidrogen, anodda xlor, natrium OH da məhlulda alınan maddə olur.